Ümumiyyətlə, kafir olan bir insan üçün də, yəni belə, onun üçün dua etmək olarmı? Yəni kafirə dua etmək şək yoxdur ki, kafirə rəhmət, istiğfar diləmək olmaz. Rəhmət, istiğfar diləmək olmaz. Yəni, demək olmaz ki, ey Allahım, yəni filan kafiri bağışla. Misal üçün, ölüb, bir dənə kafirdir. Deyirsən ki, Allahım, bəs filan kəsə rəhm et. Yəni, bilirsən ki, kafir kimi ölübsə, yəni rəhmət, məğfirət düşmür ona. Lakin kafirə hidayət üçün dua eləmək olar. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allahümmə hdi ümmə Əbi Hureyra. Ey Allahım, Əbu Hureyranın anasına hidayət ver. Və Əbu Hureyranın anası kafir idi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onun üçün hidayət istəyir. Və həmçinin kafirə dua eləmək olar əleyhinə. Yəni, bəddua. Bu da olar. Yəni, kafir üçün. Misal üçün, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allahümmə aleykə bi Qureyş. Allahümmə aleykə bi Qureyş. Bu cürlə dua edir. Və həmçinin kafirə, yəni xulasa, yəni bunlardır. Yəni əsas odur ki, yəni kafirə rəhmət, məğfirət yəni istəmək olmaz. Yəni çünki kafirə düşmür o. Və açıq aydın bu haqda ayələr var.